Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Gənə ekskluziv, gözəl bağ evlərindən sizin qarşınızdayım. Mən deyərdim, çay yox, kofe yox. Yeyib içməyi açın, qoyun qabağınıza, təqdimata başlayın. Yavaş-yavaş izləyin, bəyən işarəsini vurmağı unutmayın. Bu həyətə girdim oradan. Bu hissə o qədər xoşuma gəldi ki, elə istədim burada oturam. Kim alsa Allah xeyir versin. Ürəkdən deyirəm, doğrudan yaxşı bağdır. Novxanadayıq, hörmətli izləyicilər. Yine bir dənə bura, bir dənə bu bisetkamızı çək görsə. Bağlı, bağçalı, güllü, çiçəkli, əsilsiz istəyən, şəxsi tikili, böyük ev eşiyi, 370 kvadrat metr. Bax, bu istiqamət qəşə düzəldiblər bunu. Fikir ver. Çox bəyənilsin. Gəl. Deməli, Novxanıda dalanların birində yerləşir. Dalanın nömrəsini deməyəcəm sizə. Qapısına kimi asfaltdır, elit küçədə, bu küçədə hamısı villalardır. Alçadır. Evimizin bir girişimiz bax buradandır. Bir əsas girişimizdə sizə göstərəcəm. Bir dənə o zəhmət olmasın. Bax elə bir buzlar sallanıb buradan. Fikir verirsiniz. Böyük ev eşikdir, böyük, həqiqi böyük ev eşikdir. Yəni balaca otaq yoxdur da burada. Detski, yəni balaca belə şeylər yox. Hovuzumuzun ölçüləri düzdür, bağban dedi ki 8 metrdir uzun, amma mənə elə gəlir ki 9 metrdir. 4'ün 9'a. Mangalımız buradadır. Burada belə bir istirahət eləmək üçün söhbətgah deyək də, bax söhbətgahımız buradadır. Bir də hasarlarına fikir verin, bax belə bir daşlarla. Bütün bax ev boyu, bütün hasar bax beləncə daşlarla üzlənilibdir. Yəni orada dincəlirsiniz, burada kebabınızı pişirirsiniz, girirsiniz baseynimizdə çimirsiniz. Evimizin start qiyməti 420 bin manatdır. Təbii ki aşağı indirim olacaq, amma kosmik indirim gözləməyin. Çünki yeri, keyfiyyəti, hər şey qaydasında da burada çatışmayan bir şey yoxdur. Gəlirsən, ha? İşıqlandırması, hər bir şey. Yaşıllığımız, dincəlmə zonası, sağ tərəfdir. Ha, evin arkasına bak, o tərəfdən də, bu tərəfdən də keçid var. Bak, burada da yaşıllığı, giriş qapımız. Bu da bax, Ağlay daşlı üzlənliyib. Şam ağaçlardır. Hava çox təmizdir. Doğrudan da, yəni, keyfiyyətli evdir da. Baxın da, bax, bir dənə baxın özünüz qıraqdan. Bax, o, elə bir buz sallanıb balkonların altında. O, da xüsusi bir gözəlliyi verir. Onu bilə-bilə ilə ediblər. Burada həyətdə bizim sanuzyumuz yerləşir. Sənət kupsa çıxarışdı. Keçək evin içinə. Otaqlarla tanış ol. 6 otaqlıdır evimiz. 6 otaqlı. 4 yataq otağımız yuxarıda. 2 otağımız da aşağıda. Qonaq otağı ilə bir yerdə. Otaq da deyirəm də sizə. Balaca deyil. Hamısı böyük. 370 kvadrat. Bilirsiniz nədir? Girişimiz belə bir uzun dolap yerləşib. Nə boyda da məsafə var. Tavan hündürlüyü hardasa 3.60'dır. Yəni o da böyük rol oynayır. Bir dənə qonaq otağına baxaq. Qapılar hamısı qoz ağacındandır. Qonaq otağımız. Qonaq otağından da və mətbəxtindən də çölə qapı var da, gördünüz o həmən istirahət köşəsindən evin içinə girmək olur. Qadınların ən sevimli otağı haradır? Mətbəxdir. Mətbəxi də bilirsiniz nə boydadır. Gedək mətbəxini göstərək. Bəyənirsin, zəhmət olmasa videonu bölüşün, bəyən işarəsini basın. Kim yeni evlərə baxmaq istəyirsə, burada sağ tərəfdə müsbət işarəsini basın, kanala abunə olun. Bu da mətbəximiz qardaş. Mətbəx 30 kvadrat var mətbəx. 25-30 kvadrat. İndi burada gördüyünüz əşyalar da qalacaq təbii ki. Mebeldir, o stol, belə şeylər götürülməyəcək. Hazır gir yaşa evdir. Mətbəxdən də çölə çıxış var. Evimiz şəxsi tikili, monolitdir. Balaca otaq yoxdur da. Mən sizə deyərdim ki, elə ən balaca otağı deyə bax budur. Ən balaca otağı. Bu da elə 9-10 kvadrat metrdir. Yataq otağıdır. 2 sanuzyumuz var. Birinci, ikinci mərtəbə. Sanuzyumların ölçüləri də böyükdür. Bax, bu birinci mərtəbədəki sanuzyumdur. İndi buradan çəkib ehtiyac yoxdur da işıq yanma. Orada sol tərəfdə dərin, bu altı qədər, bu boyda da şey var. Kladovkası. Deməli, belə hörmətli izləyicilər. Bax, bu da ikinci mərtəbə. Pləkanı da görürsünüz, bax. Nə bu, enlidir. 2 adam rahat keçir. Bura sanuzyumdur, ikinci mərtəbə.
4 dənə də yataq otağı. Buranı bu dəqiqə hal-hazırda açıq kirayədə istədilər 4000 manata. Biz qoymadıq ki, yəni burada kirayəçin girsə belə deyək də, yəni satdığa qoya bilməyəcək onu. Gəlib biraz narahatçılıq törədəcəklər. İkinci yataq otağıdır. Buradan da balkona çıxışı var. Yəni xərc tələb olunmur. Sardağa çıxışımız. Gəl. Ən böyük valideyn yataq otaqlarından biridir. Və eyvana qamaşdıq giyinmədim. Buna bax, kravat başda, nə boyda yer var. Bu dəniz də görsənir də bir qardaş. Yaxınlaşdırıyoruz. Neçəyə qoyurlar orada. Ona qoy bir dənə. O da dəniz. 500 metr dənizə. Yox, belə hava ilə götürsən bir 700-800 metrdir. Maşınla da getsən hardasa, o da bax şeydir, Sprint oteldir. Burada yəni budur da, yəni villalardır, hamısı evlərdir, yaşayış, əla evdir, çox bəyəndim. Çox bəyənilsin. Videonu mütləq bölüşün, bəyən işarəsini zəhmət olmasa basın. Zəngimizi gözləyirəm. Təcili zəng eləyin. Əgər bəyəndinizsə buraxmayın bu şansı. Çünki bu satılan evlərdəndir. Sağ olun.